Apple-un ilk iPhone modeli hansı il təqdim olundu? 2005, 2007, yoxsa 2009? 2007. Doğrudur, xala Paris. Davam eləyək ikinci sualımız ilə. Hansı heyvanın adı həm də bir avtomobil markasıdır? Diqqətli olaq. Leopard, Gepard, Jaguar. Jaguar. Doğrudur. İkinci sualın cavabını Bəsdir. Üçüncü sualla davam eləyək. Bu dəfə 55 statım. Dünyanın ən çox istifadə olunan proqramlaşdırma dili hansıdır? Python, JavaScript. Aha, buyurun. Java. Script. Doğrudur. Python olmalı değildi. Mən tutmuşdum ha. Bu arada bildirmək istəyirəm ki, ümumi sual sayı 20 ədəddir və 20 ədəd içərisində kim ən çox suala cavab versə qalib olur. Dördüncü sualımızdan davam eləyək. İlk telefon kim tərəfindən icad edilib? Nikola Tesla, Graham Bell, Thomas Edison. Nikola Tesla. Yanlış. Buyurun bəy. Adı yadımda. İkinci Bell, Graham Bell idi. Yoxsa Doğrudur. Xalsız getdiniz burada. Davam eləyək. bilik və savadlarıma dayanaraq. 5-ci sualımız. Bunu məncə ikiniz də bilirsiniz. Bəs Facebook, diqqətli olaq uşaqlar. Facebook hansı il yaradılıb? 2006, 2002, 2004. 2002. Yanlışdır. 4. Mən də deyirəm. 2004. Butonu basmasanız qəbul olur. Ha, mən elə bildim basmamalıyam. 2004. Doğrudur. Olmadı. Mən oynamıram. Okay, davam eləyək 6-cı sualımızdan. Bunu yəni bilməlisiniz uşaqlar. Süni intellekt dövrüdür. Bunu məncə bilirsiniz. Google-un AI modeli necə adlanır? DeepMind, Anthropic, Gemini. Gemini. Doğrudur. Növbət xalını Minaya xanımı götürür. Əli bəy siz arxadasınız biraz. 3-3. 300. Bəli, bəli. Onsuz da aşağıda yazılır və ya yuxarıda yazılır bizim sualların doğru cavabları və ya xallar. Davam eləyək. Yenə bir süni intellekt alətindən sual gəlir. Midjourney hansı il yaradıldı? 2019, 2020, yoxsa 2022? Minaya xanım. 2019 iller yadımda. Yanlışdır. Basmalıyam. Bəli. 2020. Yanlış. O yadımda deyil. Xal getdi. O yadımda deyil idi cavab. Okay, davam eləyək. Yenə bir süni intellekt sualı gəlir. Vaxtında oxumadıq. DeepSeek AI hansı ölkəyə məxsusdur? Yaponiya, Çin, ABŞ. Japonya. Yanlışdır, bilməldir. ABŞ, mən ABŞ deyirdim. Yanlışdır. Yəni bu yaxınlarda ən çox yüklənən Biz istifadə edirəm. app olmuşdu, tətbiq olmuşdu Sən şey özümüz və edirik. birinci yerdə idi. TikTok istifadə edirsiniz? Mən. İstifadə edirsiniz? Bəli. Əla. İlk TikTok neçənci ildə çəkilib? 2016, 2014, 2018. 2018. Yanlışdır. Əli bəy buyurun. 16. Yanlış. Doğrudur. 2016-da çəkilib ilk TikTok. Kim çəkmişdir? Onu O özünüz kim birinci araşdırarsa. çəkib? Aha, bu ümumi bir dünya görüş tələb edən sualdır. Premium Sən markalardandır və maraqlıdır. Hansı məşhur idman markası iki qardaş tərəfindən yaradılıb? Puma, Adidas, Nike. Nike. Yanlışdır. Puma. Yanlış. Hayır. Adidas. Bunu araşdırarsınız. Adidas maraqlı yaradılıb və gəldi. onların iki qardaşın arasında qalmış. adından yaradılıb o ad Adidas. Adları- Adolf və Deslor belə bir şey olmalı. Bunu kəsərik olsun. Yəni belə bir şey. Və onun sonra qardaşı buna hirslənir. Deslor ayrılır Adolfdan, gedir Pumanı vurur. Yəni belə olur. 11-ci sualımız, 10 dənə sual artıq cavablamısınız. Siz də kimdə baxdınız? Siz də kimdə Sən baxdınız? eyni olmalıyıq. Sən həmişə eyni. Bu bir sual. 4-4 olar ya 5-4. Hesablayan olub arxadan. 5-4 desəm mən. Neçədir? İlk kompüter hansı ildə icad edilib? 1946, 1952 və 1938. Aha. Ayda bilirdim, bunu yadımdan çıxıb. 1938. Yanlışdır. 52. Yanlış. Tamamilə yanlışdır. Cavab Sevinmişdim. 1946-cı ildir. Uşaqlar tələsməyin. Səbirli O olun. tələsdirir məni. O Aha. vaxtı Əminəm ki, siz bunu mütləq araşdırmısınız.
Yəni Evet. hər bir insanın bildiyi bir sualdır bu. İnsan bədənində neçə sümük var? 224. Yanlış. 204. Şey bəs. Kəsrik. Artıq Saat sizdən edirəm. şans 210. getdi. Yox, Mən- hələ oxumamısınız variantları. Yox, artıq şansınızı Basmısınız? Yox. Sən. Bunu kəsərik Yox, də. basmısınız artıq və kadrdadır bu. Davam edirik Əli bəy üçün suala. Sual tam İnsan xahiş bədənində edirəm. neçə sümük var? 214, 206, 192. 4 ilə dediyinə görə deyəsən nəsə. Ay da dörd, yox, 200. mən bunu qəbul edəmirəm. 14 olsun, 214 olsun. Yanlışdır, abi 206. Nə bu yox, bu Sonra yola da çıxılasın. tapıldı bəli. Buna güvəndim. Sonra da tərcüməylər tapılmışdı. Neçə idi çox üzr istəyirəm. 206. 214 olmuşdu. Mən də 214. İlk avtomobil hansı şirkət tərəfindən istehsal olunub? Ford, BMW və Mercedes-Benz. Fon. Yanlışdır. Mən vurum. Vurun. Variantlar belə deyil. Mercedes, Ford, BMW. Ford. Yanlış. Mən dedim Ford'u. Mən Ford'u demişdim. Yox, artıq üçünüz də hal Seçdi. itirdiniz. Mercedes'ti. İlk Mercedes olub. Mən niyə çəkdim? Mən Ford yadımda qaldı. Sən niyə belə deyir? Harry Potter filminə baxmısınız? Hə. Növbəti filmimiz Harry 100 dəfə. Potter haqqındadır Yaxşı, və sən cavab ver. uşaqlar diqqətli olaq. İlk Harry Potter kitabı hansı ildə nəşr olunub? Filmi bilirəm. 1999, 1997 yoxsa 2001? 1999. Yanlış. 2001-də filmi çıxıb, amma 90 o birisi nə idi? 2001-də filmi çıxıb, onu bilirəm. Birinci film. 99, 97 və 90. 2001. 97. 97 demişdi zaten Mina yaxın. Yo, 99 dedi. 99 dedi. 99. 99 Mən dedi. dedim. Siz neçənci il dediniz? 97. 2001-də filmi çıxıb. Əgər 97 dedirsə cavab doğrudur. 97, 99 mən nə dedim? Mən 97. Okay. 2001 film. Çox qarışıq. Çox yaxşı, onu çox yaxşı bilirəm çünki 2001-də filmi çıxıb. Aha, maraqlı bir sual gəlir. Yəni dünyanın ən sürətli internet sürəti harda qeydə alınıb? ABŞ, Avstraliya, Yaponiya. Yaponiya. Doğrudur. Təzəlik olmasa da. Yəni Mən də növbəti bilirdim halda bunu. Əli bəy öz hesabına yazır. Görmürəm necə harda. Artıq 12 neçənci bir sualdır zat. tapa bilmir. Davam eləyək. Aha, Google işlədirsiniz? Bəli. Əla. Bizə lazımdır. Google hansı ildə yaradılıb? O qədər 1995, işlətmə. 1998, 2001. 95. Yanlış. Günay xanım, inanıram sizə bu Variantları sualı bir də tapa deyim. bilərsiniz. 2001. Və sizə kömək eləyəcəm. Bu çaşdırıcı. 1995, onu Əli bəy dedi. Yerdə qalır iki variant. 1998 və 2001. Hə, hansını deyim sizcə? 2001. O qədər də yox da. 2001. 1998. Doğrudur və növbət qalıb gedir Minaya xanıma. Uşaqlar diqqətli olaq. Deyim sualı. Bəli, buyurun. Deyim. Hazırsınız? Təbii ki. Getdik. Dünyanın ən çox istifadə olunan əməliyyat sistemi hansıdır? Oxuyum variantları yoxsa Bilirəm. bilirsiniz? Hə, bilirəm. Oxuyun, deyəcəm. Android, iOS, Windows. Kim bastı iş? Arxadan Mən. bilənlər desinlər. Əli bəy basır. Çox şey qərardır. Aha, Mən Android, Windows bir dənə idi. iOS. iOS. iOS deyil. Fikirləşib basardım da. 5 Windows. saniyəsi var. Yanlışdır. Buyurun, iki variant qalıb. Android və iOS. iOS. Yanlış. Yes, yaxşı ki Android demədi. Windows daha çox deyil. Yox bəy, Android daha çox. İnsanlar kalitəsini anlamır. Əslində notebookları kompüter fikirləşərək mənə cavab verir. Amma əslində Samsung, Xiaomi, Bəli, Poco, bəli. Moco fikirləşsəydim Bunu məncə çox biabırçılıq. proqramlaşdırma sahəsində olanlar daha yaxşı bilə bilər. Biləri niyə bilmirik? Dünyanın ilk proqramçısı kimi tanınır. Alan Turing, Charles Babbage, adını səhv oxuya bilərəm. Ada Lovelace. Adalavır. Doğrudur. Qızıydı kişinin. Doğrudur. Əli bəy çata bilmədiniz, yoxsa bilmirdinizmi? Yəni? Bilmirdim mən. Hə, ola bilər. Okay, davam eləyək. Bunu məncə oğlanlar daha yaxşı bilə bilər. Niyə cins seçkili edirsiniz? Dalaşaq. Necə ki 18-ci sualda bir qız seçimi ilə tapa bildi sualın cavabını, bir dənə də Əli. Yəni Jaguarı tapdı. Nəysə maşın hansı ki heyvanı mən onu bilməli idim əslində. O qədər rahat sual. Adlandırmışdım. Okay. Bir əldən tutaq zəhmət olmasa butonu. İlk PlayStation hansı ildə buraxılıb? 1994, 1996 və 2000-ci il. 94-də yox idi. Çünki mən 97-də oldum, 94, 96 idi o birisi. Cavab Əli bəy. Bir də 94, 96 yoxsa 2000? Cavab Əli bəy. 2000. Yanlışdır, buyurun Minaya xanım. 96.
Yanlışlıkla 94 olsun. getmir. Xbox idi. Xeyr, 1994-cü ildə. Sən 94-də var idi ki, yox olduğunu biləsən. 97-də mən vardım, yox. Okay. Hansı proqramlaşdırma dili 1995-ci ildə yaradılmışdır? Python, Java yoxsa C Sharp? Cavab. Doğrudur. Çünki C Sharp Python təzədir hə? Çox qəşəng bir sual gəlir uşaqlar. Yəni Əla. bilə də bilərsiniz, bilməyə də bilərsiniz, amma bu məlumat məncə sizin üçün də yararlı olacaq. İlk süni intellekt laboratoriyası harada yaradılıb? Stanford, Harvard yoxsa MIT? Məntiqdən düşünün. MIT. Doğrudur. Google Chrome hansı ildə istifadəyə verilib? 2006, 2008 yoxsa 2010? 8. Yanlışdır. Sizcə doğrudur yoxsa yanlış? 2008-də. Məncə doğru olar. Yəni inşallah Mən sizə sualı güvənirəm. basmadım. Özüm sizə güvənirəm. Doğrudur, 2008-ci il. O 2006 dedi ama. Yox, 8 dedim. İlk dəfə tam süni intellektlə idarə olunan avtomobil hansı şirkətə məxsus idi? Audi, Mercedes yoxsa Tesla? O qədər də yanılmaram da Tesla. Doğrudur. O qədər yanılmaram da. Qəşəng. Bitdi bu. Keçin. Neçə xal olduq biz? Duram. Onu gör.